Biri çox maraqlı bir söz yazıb. Pərviz Qasımov deyir, Yevlağın Seyidi, Quran tələbəsi Elşad Miriyə salam olsun. Aleykum salam. Yevlağın adı gələndə də üzümüz gülür. Düzdür, hər nə qədər bəziləri üzümüzü qaratmağa çalışsa da. Sonra Sübhan bəy yazır ki, salam aleykum. Musanın əsasının ilana dönməsi nə anlama gəlir? Dostlar, çox maraqlı bir bu da sualdır. İnşallah bunu da geniş şəkildə təqdim eləməyi düşündüyüm mövzulardan biridir. Deməli, həqiqətən Quran-Kərimə baxdığımız zaman Musa Peyğəmbərin əsası ilə bağlı 3 fərqli ifadənin işlədildiyini görürük. Bunlardan biri Su'bandır, biri Həyyədir, biri də Candır, Əl-Can deyə gəlir. Yəni bunların hər üçünə də təəssüflər olsun ki, müxtəlif dillərdə olan tərcümələrdə elə əsa mənası verirlər. Halbuki Quran-Kərimdə baxdığımız zaman Rəbbimiz heç bir zaman sinonimlərdən istifadə eləmir. Yəni hər bir şeyin öz funksiyasının olduğunu, hər bir sözün işlədilmə yerinə görə dəyişdiyini biz bildiyimizə görə burada müəyyən bir əsadan, konkret olaraq bir əsadan bəhs edilmədiyini deyə bilərik. Çünki əsa ilə bağlı məsələ ilk əvvələ o Taha surəsinin ilk ayələrində bəhs edilən bir məqamdır. Orada əsanın yerə atılması, yəni yeni bir vəzifəyə verilməsi ilə bağlı bir məqamlardır. Bundan başqa digər bir məsələ Musa Peyğəmbərin yaşadığı bölgə ilə bağlı. Bilirik ki, Musa Peyğəmbər harada yaşayıb? Misirdə. Misirin özündə bu məsələləri bilməkdən ötəri nə etməliyik? Heç olmasa Misirlə bağlı müəyyən tarixi arxa planlara, tarixi məlumatlara da sahib olmalıyıq. Yəni bunlara sahib olduğumuz zaman həmin o Misir mifologiyasını bildiyimiz zaman bu məqamların, bu nüansların, işlədilən terminlərin, ifadələrin hansı mənada işlədildiyini daha yaxşı dərk eləyə bilərik. Məsələn, başqa əsanın mənalarından birini götürüb əjdaha kimi veribdilər. Təbii ki, bu da ateistlərin iddialarına, daha doğrusu istehza etmələrinə səbəb olan məsələlərdən birinə çevrilir. Yəni əjdaha deyilən bir anlayış nədir? Sonra bunu bəziləri güya müasirləşdirib böyük ilan kimi veribdilər. Heç olmasa anakonda adını yazsaydılar, yenə demək olardı ki, nə ilə əlaqəli idi. Bəziləri götürüb bunu başqa cür təqdim eləyirlər. Bunu da heç olmasa deyirəm ki, kobra kimi yazsaydınız biraz daha maraqlı olardı və s. və ilə axır. Halbuki orada digər məsələ var. Bilirsiniz ki, ümumiyyətlə fironların əllərində tutduqları zaman bir əsa olur. Həmin o əsalardan birinin anlamı simvolu iqtidar simvoludur. Hətta bununla bağlı bilirsiniz ki, onların başlarındakı olan tacda da ilan və əsa məsələsinin olduğunu şahid oluruq. Bunları düzgün şəkildə analiz eləyəndə fərqli məsələlərin ortaya çıxdığını görürük. Elşad bəy, şəhidlər barədə də Quranda yalnız Allah yolunda şəhid olanlardan yazır. Torpaq, vətən anlayışı biraz mücərrəd deyilmi? Yenə mi hədis? Xeyr, burada şəhidlik məsələsində deyil. Quran-Kərimdə şəhid sözü bizim bu günlərimiz istifadə elədiyimiz mənada şəhid sözündən bəhs olunmur. Quran-Kərimdəki şəhid sözü ilə şahid sözü eyni sözdür. Şahid olmaqdan bəhs olunur. Amma sizin dediyiniz Allah yolunda şəhid olmaq deyil, orada Allah yolunda öldürülmək məsələsidir. Fi səbililləh deyir orada da. Allah yolunda bu ifadə xüsusi olaraq qeyd olunur. Bunun da əsas məsələlərdən biri, məsələn deyirlər ki, bu mücərrəd deyilmi? Xeyr, çünki Quran-Kərimdə Mümtəhinə surəsindən baxdığımız zaman savaşa icazə verilməklə bağlı bir neçə məqamı şahid oluruq. Nədir bunlar? Birincisi, məsələn, səni, məni elimizdən, obamızdan dirdərgin salarlarsa. Sonra elimizdən, obamızdan dirdərgin salmaq nə deməkdir? Yəni, olduğumuz vətən dediyimiz bu günlərin torpağımızdan, yaşadığımızdan bizi didərgin salmaq, elimizdən, obamızdan çıxarmaq, bizi orada qaçqın, məcburi köçkün statusuna salınmasına səbəb olacaq davranışlardır. Bundan başqa digər icazə verilən bir məsələ nədir? Həmin oradan bizi çıxaranlara yardım edildiyi təqdirdə onlarla da savaşmağa icazə verilir. Bir üçüncü məsələdə orada nə idi? Hər hansı bir anlaşma imzalanır. Deyək ki, məsələ həll olunur. Lakin bu anlaşma pozulduğu təqdirdə o zaman da savaşmağa icazə verilir. Yəni bunlar sabahlarım sənin evinə gələn kimləsə qarşı göstərdiyin qarşılıq, yəni özünü qorumaq, özünü müdafiə, bununla əlaqələndirilən bir məsələdir. Orada da ona görə də burada mücərrət yox, konkretlik var. Sonra Ülvi Əkbərov yazır ki, sual. Dinimizdə namaz və orucun fərqli əməl edənlərə və digərinə aşağılamaq nə qədər düzgündür?
Yəni vallahi bunu kim aşağılayır, kim necə eləyir onu başa düşmədim, amma elə bir şey yoxdur. Sonra Asaf Namazov yazır ki, salam Elşad bəy, necəsiz? Əgər Adəm və Həvvadan biz yaranmışıqsa, qardaş bacı evliliyi yəqin ki olmaz, bəs artım necə olub? Söz deyilirmi Quranda bu barədə? Bu barədə bilmirəm, deyəsəm biraz əvvəl danışmışdım. Bəli, həqiqətən bu günlərin bizə iddia edilən Adəm və Həvvadan, onların sonra uşaqlarından doğulma iddiası bu absurd, doğru olmayan, rəvayətlərə əsaslanan, Qurana uyğun gəlməyən məsələdir. Çünki Quran-Kərimin 42-ci surəsi var. Şura surəsinin 13-cü ayəsinə baxdığımız zaman Allah bütün peyğəmbərlərə eyni şəriəti, eyni qanunları qeyd elədiyini bilirik. Hə, bunu bəziləri gətirirlər ki, güya Yahudilikdə başqa idi və s. də başqa idi. Heç də başqa deyildi. Hamısında eyni hökmlər olub. Lakin insanlar bu hökmləri müəyyən bir mənada dəyişdirib də özlərindən yeni qayda qanunlar çıxarırlar və onlara uyğun olaraq da Allah hər dəfə də düzəlişlər veribdir. Yəni bir yerdə məsələn Adəm və Həvvadan doğulanda, güya Həvva ekiz hər dəfə doğurmuş, hər dəfə də ekiz dünyaya gətirəndə biri qız, biri oğlan olurmuş. Sonra bundan olan əvvəlki uşaqlar böyüyəndən sonra onlar bacı qardaş deyəndə, yəni çarpaz şəkildə evləndirilirmiş. Güya çarpaz olduğu zaman artıq bacı qardaş olmur. Belə bir anlayışı bizə təqdim eləməyə çalışıbdı, amma bilirik ki, bu günlərim araşdırdığımız zaman həqiqətən insanlar tək bir ata və anadan deyil, yəni başqa-başqa yaradılan insanların olduğunu bilirik. Burada da irq məsələsi öz sözünü deyir. Bundan başqa qan qrupları da burada həkimlərimiz daha gözəl bilirlər, öz sözlərini deyir. Ona görə də Adəm və Həvvadan yaradılma deyilən bir anlayış yoxdur. Quran-Kərimdə də belə bir o Nisa surəsinin 1-ci ayəsində və yaxud da digər 5 yerdə gələn nəfs-i vahidə sözünü qeyd edirlər. Halbuki bunun özündə də yanlışlıq var. Çünki 1-ci ayənin özündə ya Yuhənnəs deyildiyi zaman ey insanlar, əgər Adəm və Həvvanı insan saymırlarsa o başqa, amma o zaman Adəm və Həvvada özü həmin o nəfs-i vahidədən yarandığı məlum olur. Bunun əksi argumentləri varmı? Əlbəttə çoxdur, amma qısa olaraq ikisini deyə bilərəm. Quran-Kərimin 3-cü surəsi olan Ali İmran surəsinin 33-cü ayəsində Adəmin də orada seçildiyi bildirilir. Seçilmək də minimum artıq bilirsiniz ki, 3 və 3-dən daha artıq insanların arasından olandı. Bundan başqa yenə eyni zamanda seçilib, yəni peyğəmbər təyin olunur. Allahın buyruqlarını, Allahın tövsiyələrini, Allahın əmr və yasaqlarını insanlara təbliğ eləmək, çatdırmaqla əlaqəli bir məsələdir. Digər bir məsələ də Əraf surəsinin 7-ci surənin 11-ci ayəsində orada sizi yaratmaq, surət verməkdən sonra Adəmlə bağlı məsələyə keçir. Bu da onu göstərir ki, siz məsələsindən sonra fərdə keçilmə məsələsi burada doğru deyil. Sonra bir qardaşımız yazır ki, Elşad bəy, İslamda təriqətlərə bölünməyə necə baxırsınız? Təbii ki, təriqətlərə bölünmək Allahın Quranda bildirdiyi əmrinə xilaf çıxmaqdır, ona zidd getməkdir. O qaydanı, əmri, buyruğu pozmaqdır. Ona görə bunun özü haramdır. Hətta onunla bağlı Quran-Kərimdə Rum surəsində olmalı idi. Orada da 32-ci ayəsində qeyd olunur ki, Rum surəsinin minəl-ləzinə farraqu dinəhum və kənu şiən deyir. O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Kulli hizbim bimə lədəyhim fərihun. Yəni orada da həmin o firqələrə bölünənlər öz firqələrinə görə üstün bilib, yəni sevinərlər. Halbuki Quran-Kərimin yenə də açırıq 3-cü surəsinin 103-cü ayəsində orada da nə dediyini görək Rəbbimizin. Deyir, və təsmu bihəblilləhi cəmiyən və la tafarraqu. Hamınız Allahın ipindən möhkəm yapışın və firqələrə bölünməyin deyir. Burada firqələri də nə olduğunu aydın bilirik ki, bu günlərim məzhəblər, təriqətlər, bunlar, qruplaşmalar hamısı firqədir. Sonra sahib Hənəfiyev yazır ki, salam bir daha Elşad müəllim, Tövbə surəsi 19-cu ayəni izah edin, bayaq səs gəlmirdi. Hacı kiməsə demək olmazsa niyə orada hacılar deyilir? Bu dostum bilirsiniz nə ilə bağlıdır? İnsanlar bir yerə yığışdıqları zaman oradakı iştirakçılara, məsələn bir sempoziuma gedirsiniz, sempozium iştirakçılarına adları ilə yox, dəyərli iştirakçılar deyə müraciət edilir. Və yaxud da bu günlərim əskərə, hərbi xidmətə getdiyimiz zaman hərbi xidmətdə artıq bizə əskər deyə müraciət olunur. Amma hərbi xidmətdən tərxis olunandan sonra artıq əskər olaraq deyil, adımız, soyadımızla müraciət olunur.
Oraya yığışan insanlara da hacıların dedilməsi o anda olan insanların bir araya gəlməsi ilə əlaqəli olan bir termindir, ifadədir. Yəni bu bizim anladığımız hacılıq, hacı xanımlıq deyilən bir anlayış deyil əslində. Sonra Elnur Talıbov yazır ki, salam Elşad bəy, namazı möhürlə qılmaq olarmı? Əziyyət olmazsa qılırsız qılın, heç kim heç nə deyə bilməz, amma möhürsüz qılmaq daha məqsədə uyğundur. Sonra Mirzəxan yazır ki, əcnəbi göylərdə balonlarda gəzir, biz hələ avtomobil minməyirik. Allah Sabirə rəhmət eləsin, 1400 il keçib biz gör nəyi araşdırdıq. Mirzəxan bəy, bununla bağlı yəni hər bir sahənin öz mütəxəssisləri var. Məsələn, mifologiya ilə məşğul olanlar və yaxud da arxeologiya ilə məşğul olanlar da, yəni 1400 il əvvəl deyil, minlərlə il əvvəlki o qazıntılarla məşğul olurlar. Onların da işi odur. Yəni biz bu günlərim heç bir şeylə məşğul olmayaq demək deyil. Yəni hər nə qədər deyirsiniz ki, əcnəbilər balonlarla uçsalar da, bu dəqiqə balonlarla ancaq turistlər qalxırlar. Bu da müsəlman ölkələrində bu günlərimdə bilirsiniz ki, Türkiyəyə, Niğdə tərəfə getsəniz orada şahidi ola bilərsiniz. Pəri bacaları və s. də deyirlər. Amma bu gün təyyarələrdə gedənlər, yəni başqaları da var. Hətta bilirsiniz ki, Qarabağımızın işğaldan azad edilməsində həmin o balon dediyimiz dronlardan çox gözəl şəkildə istifadə olundu və bu dronları da istehsal edənlərə hansısa əcnəbilər deyildi. Bizim qardaş müsəlman türk olan bayraqdarlar idi. Bunlara da özümüz şahid olduq. Polat Musa yazıb ki, ateist Elşad danışır ki, dostum baxın, bu sözü dediyiniz zaman həqiqətən dediyinizin məsuliyyətini daşıyırsınızmı? Yəni buna görə cavabdeh olduğunuzu bilirsinizmi? Yəni Allaha nə deyəcəksiniz, nə cavab verəcəksiniz? Ateist Allahı inkar eləməkdir. Mən Allahı inkar eləmirəm. Amma bu günlərim Allahı qəbul edənlərin özlərinin Allah təsəvvüründə ciddi qüsurlar, problemlər var. Məsələn, baxsanız görərsiniz ki, eyni dinin daşıyıcıları olan insanlar və yaxud da özlərini əhl-i sünnə adlandıran insanlar biri Allah səmadadır demədiyinə görə qarşı tərəfi kafir sayır. Və yaxud da bu günlərim Quran tərcümələrində elə bir tərcümələr veribdilər ki, Allahın baldırı var kimi ifadələr var. Hətta hədislərdə gəlir, ona uyğun da güya Quran ayəsini elə tərcümə edirlər ki, Allah baldırını açacaq kimi tərcümə edirlər. Bundan başqa Allahın iki əlinin də sağ tərəfində olması ilə bağlı düşüncələr, rəvayətlər, əqidə anlayışı var. Bunu inkar eləsəniz, məsələn, görün sələfilər necə hay-həşir salıb və yaxud da sizi kafirlikdə, bidət olmaqda və s. da ittiham eləyəcəklər. Halbuki bunlar eyni düşüncə sahibidir və yaxud da biri desə ki, Allah hər yerdədir, onu kafir görəcəklər. Yəni bu Allah təsəvvürü, Allah məsələsində ciddi qüsurlar var bu insanların. Peyğəmbər yanaşmasında ciddi qüsurları var. Yəni bu günlərin biri Peyğəmbəri çox ucaldır, hətta tanrıvari bir hala gətirir. Hətta bəzən onun aid olduğu rəvayətləri Qurandan da üstün bilir. Hətta həmin rəvayətlərin Quran ayələrini nəsx elədiyini, hökmünü aradan qaldırdığını iddia eləyir. Bəziləri də Peyğəmbəri daha da aşağı salaraq, onun məsələn insanın əlində olan bir əsadan cismi olaraq əsanın daha faydalı olduğunu qeyd eləyir. Digəri də Peyğəmbəri olduğu kimi Qurana uyğun olaraq qəbul eləyir. Necə qəbul eləyir? Sahibukum deyilən Rəbbimizin buyruğuna uyğun olaraq dostu olaraq qəbul eləyir. Nə ucaldır, nə aşağılayır. Nə tanrılaşdırır, nə də təhqir eləyir. Ya ona görə bu yanaşmalarda ciddi problemlər var. Ona görə deyirəm ki, siz bu məsələlərə görə cavab verəcəksiniz. Məsələn, keçən nəfər dostlarımdan biri danışır. Bir nəfər mövcud Quran tərcüməçilərindən biri bir yerdə mənim haqqımda söhbət olur. Həmin dostum da onun yanında olur. Mənim haqqımda müəyyən bir ölkələrdən maliyyələşdirildiyimi deyir. Yəni belə bir böhtan atır. Yəni bu insanlar həqiqətən Qurandakı iftira, ifk, böhtan ayələrindən xəbərləri yoxdurmu? Vallahi yoxdur. Olsa insan həqiqətən öz egosuna, öz hisslərinə, öz duyğularına, öz düşüncələrinə, öz narsist fikirlərinə görə bu cür düşüncələri iddia eləməz, bu cür böhtanlar atmaz. Yəni o qədər böhtan atanlar var ki, hansı birinə cavab verəsən? İnsanın ailəsindən böhtan atırlar, insanın övladlarına böhtan atırlar, insanın doğmalarına böhtan atırlar, insanın özünə böhtan atırlar. Yəni mən bunlara görə durub hər kəsə cavab verəsi deyiləm. Ancaq buna görə həqiqətən mən bilirəm ki, siz
Bu dediyiniz sözlərə görə Allaha cavab verəcəksiniz. Adamın biri mənim rahatlıqla mason olduğumu deyir. Adamdan soruşarlar, masonlar gizli bir qrupdursa sən bunu hardan bilirsən? Əgər sən də bilirsənsə bunu, onda o daş düşsün onların başına deyim, onda nə deyim? Yəni o qədər gülünc, o qədər bəzən də sarkazmla danışıla biləcək məsələlərdir ki, nə deyəsən? Amma insan həqiqətən öz tərbiyəsinə uyğun olaraq çalışırsan cavab verəsən, amma bütün bunları düşünmək lazımdır. Ona uyğun da cavab veriləcəyini biləsiniz. Sonra bir nəfər yazır ki, Eşat bəy, niyə YouTube-a baxmırsınız? Başqa harda canlı açmısınız? Gələk orada sual verək. Madam bura baxmırsınız, valla buradayam. Nə deyəcəyimi bilmirəm. Sonra Famil Azəri yazır ki, salam, Qurana görə qisasa qisas dedikdə biri günah olmayan insanın ölməsi məsələsində atam kimsə öldürüb, ölən insanın yaxına gəlib məni öldürür. Mənim günahım yoxdur. Bu ədalətlidirmi? Famil bəy, təbii ki, ədalətli deyil. Bu ədalətsizliyin pik həddidir. Həm də kimisə öldürməsi. Baxın, bununla bağlı keçən dəfə bizim məşqdə bir məşqçimiz var, Rızvan adlı. Mənə yaxınlaşıb bir ateistlə bağlı debat eləyib eləməyəcəyimi soruşur. Deyirəm, nədir məsələn səni maraqlandıran? Deyir ki, filan mövzu. Dedim, mövzu nədir? Dedi, qisas. Deyirəm, onunla bağlı geniş bir videom var. Həm də araşdırma videosu. Dedim, olar mı ora baxasan? Bəqərə surəsindən ki, keçən bir ayədir, bu da bilirsiniz. Deməli, orada qeyd elədiyim qardaşımıza məsələ nə idi? Orada bilirsiniz ki, tərcümədə belə veribdilər. Qula qul, sonra qadına qadın, həmin o azada azad məsələsi onunla əlaqəli bir məsələdir. Orada mən adama deyirəm ki, bax, bunları deyirsən, debat şəklində düşünürsən, amma bir araşdırmağın lazımdır. Debat eləməli olduğum dediyin adam dedim, həqiqətən dünənki bir gəncdir. Yəni, sən elə bilgən ki, dedim, sənin yanına kimsə məşqə gəlir, bir 5 dəfə, 6 dəfə gələndən sonra sənə etiraz edir ki, sən filan şeyləri düz eləmirsən, sənin elədiklərin yanlışdır, halbuki sən bundan ötəri gedib Almaniyada da müəyyən kurs keçmirsən, hətta universitet oxuyursan və s. və ilaxır. Sən bunu deyən adama neyniyərsən dedim. Ən yaxşı halda gülüb keçərsən. Dedim, indi mənim də durub, bax, 100-dən çox debata çağıran insanlar var. Hətta aşağılayaraq, alçaldaraq çağıran insanlar var. Biri yazır ki, saxtakar səni debata çağırıram. Yəni, bunu dəyərmi? Biri yazır ki, mən onun müəllimiyəm. Baxıram ki, bu mənim az qala böyük övladımdan bir neçə yaş böyük ola bilər. Yəni, bunlara nə deyəsən? Yəni, vaxt itirməyə dəyərmi? Sadəcə gülüb keçirəm, ona görə deyirəm. Bu məsələ ilə bağlı, qisas məsələsi ilə bağlı da geniş bir videom var, ora baxmağınızı tövsiyə edirəm. Sonra Herakl yazır ki, Sabir nə deyibsə 100 ildir davam eləyir. Yəni 100 ildir davam eləməmək üçün əlimizdə imkanlar var. Biz bugün bu internet imkanlarından istifadə edib həqiqətləri, doğruları insanlara çatdıra bilərik və o 100 illik zənciri bundan da yekunlaşdırarıq deyə düşünürəm inşallah. Dostlar, eyni sualı dalbadal yazırsınız. Bax, ona görə bəzi məhdudiyyətlər qoyuram məcburən. Sonra Dima yazır ki, məni ən savadlı, düzgün qardaşım səndən başqa heç kəsi dinləmirəm. Xeyr, bu Dima qardaşım, baxın. Allah sizdən razı olsun, təşəkkür edirəm gözəl sözlərinizə görə, amma bir şey unutmayın. Biz Quran-ı Kərimdə nəyə oxuyuruq? Ayədə deyir ki, düzdür, bu ayənin fərqli bir tərcüməsi də var, onun üzərində də işləyirəm. Deyir ki, onlar sözə qulaq asarlar, ən gözəlinə tabi olarlar. Ən gözəl, əhsənül hədis deyiləndə Quran olduğunu biz bilirik. Yəni, biz digərlərini də bilməliyik. Nə dediklərini, nədən danışdıqlarını. Məsələn, mən özüm də bəzən baxıram, deyirəm, bəlkə həqiqətən mənim bir səhvimi deyir. Bəlkə İslamla bağlı elə gözəl bir məqamı qeyd eləyəcək ki, mən ondan öyrənəcəm. Amma baxıram ki, təəssüflər olsun ki, təhqir eləmək məqsədi ilə çıxıbdılar. Adamlar ömürlərini, həyatlarını sırf sənə, sənin danışdıqlarına da yox, şəxsinə qarşı yönəldibdilər, istehza eləyərək, yuxarıdan baxaraq. Deyirəm ki, dostlarıma, həqiqətən bu insanlar İslamı mı insanlara çatdırırlar, İslamı mı təbliğ eləyirlər? Yəni, üzərində bir təbəssüm yox, üzərində bir, nə bilim, həqiqət payı yox, ancaq, nə bilim, qorxu ilə, çəkindirməklə, yuxarıdan aşağı baxmaqla. Bu cavab deyil, bu yanaşma deyil.
Salam Elşad bəy, Quranda bir çox dəfə gəmilərin adı çox çəkilir. Bunun xüsusi bir mənası olduğunu düşünürsünüzmü? Gəmilərlə bağlı Süleyman peyğəmbərdə olan bir məsələ var. Nuh peyğəmbərlə bağlı bir məsələ var. Yəni bunlarla bağlı fikirlərinizə daha açıq yaxsanız mənə də maraqlı gəldi. Sonra Rad Aliyeva, Dinsa, təşəkkür edirəm. Dostlar, bəzi təriflər olur, ona görə onları oxumamağa çalışıram. Sadəcə təşəkkür edirəm. Sonra Allah Qulu Vəliyev yazır ki, Allah Quranda deyir ki, biz insanı palçıqdan, cinləri isə oddan yaratdıq. Siz bunu inkar mı edirsiniz? Bax dostum, orada əslində bu da çox geniş bir məsələ deyil. Söhbət inkardan getmir. Quran-ı Kərimə baxdığımız zaman bilirsiniz ki, Ələq surəsinin ilk ayəsində nədən bəhs olunur? İlk ayələrində, indi mən sizə oxuyacağım onu. Baxın. Bismillahirrahmanirrahim deyir. İqra bismi rabbikəl-ləzi xalaq. Xalaqal insənə min ələq. İnsanı deyir, ələqdən yaratdı. Ələqdən. Ələq nədir? İqra və rabbukal əkram əlləzi əlləmə bil qələm. Əlləməl insənə mə ləm ya'ləm kəllə. İnnəl insənə ləyətqə. Ərrəhu istəğnə deyə davam edir. İnnə ilə rabbikə ruca. Yəni, baxın, Ələq surəsini, daha doğrusu, Ələq sözünü ərəbcəsini yazıram. Başqa görək harda keçir. Elə belə sadəcə bir misal üçün qeyd edəcəm bunu sizə. Baxırsınız ki, başqa bir yerlərdə də keçir, amma orada Ələqdən əvvəl deyir, ya yuhənnəs, in kuntum fi raybin minəl bəsi, fə innə xaləqnakum min turab, baxın, turab, summa min nutfə, summa min ələqə. Bax, burada nə deyir? Bayaqdan orada Ələq surəsində Ələqdən bəhs elədiyini deyir. Burada amma birinci nə gəldi? Deyir, xaləqnakum min turab, turabdan, bəzilər bunun düzdür, torpaq kimi tərcümə edib. Turabdan, summa min nutfə, sonra deyir nütfədən, spermadan, summa min ələqə, sonra deyir ələqədən. Qardaş, o ayədə birinci ələqdən deyə bəhs olunur. Amma burada ələqdən əvvəl iki nüans ön plana çəkilir. Buradakı bəs turab nədir? Buradakı nütfə nədir? Yəni bunları araşdırdığın zaman, müəyyənləşdirdiyin zaman insanın torpaqla əlaqə məsələsi biraz daha fərqli bir məqama gəlib çıxır. Yəni bu günlərin bəli insanların elə iddiaları var ki, insan torpaqdan yaranıb və torpaqdakı olan bütün həmin o elementlərin hamısı insanda da mövcuddur, amma elementdə olmayan elementlər də var. Yəni o zaman bu torpaqdan yaradılmağını inkar və yaxud da təsdiq eləməsi mənasına mı gəlir? Məsələn, bilirsiniz ki, Mendeleyev cədvəlində 118 dənə maddə var. Həmin o 118 maddədən, indi bilinmir 119-uncusu necə olacaq, bunun 94-ü təbii maddədir. Təbii formada, təbiətdə mövcud olan elementlərdir. Amma digərləri 95-dən 118-ə qədər olanlar, bunlar isə bilirsiniz ki, laboratoriya şəraitində istehsal olunan elementlərdir. Bu elementlərin də demək olar ki, 111-i bir-birinə reaksiyaya girən elementlərdir. Yəni müəyyən məsələlər var, bu o kimyaçıları maraqlandıran məsələlərdə ona girmirəm. Əsas məsələ nədir? Həqiqətən bu yaradılışla bağlı bu məqamları bilmədən danışmaq insanları bir növ gülünc vəziyyətə salan məsələlər olur. Sonra Seyid Xançiyev yazır ki, qul haqqı varmı? Qul haqqı dediğimiz insan haqlarıdır. Təbii ki, kimsə haqqına girmək niyə də olmamalıdır? Sonra deyir ki, niyə Quranda surələr indirilmiş ardıcılığı ilə qoyulmayıb Ələq surəsindən başlamaq lazım? Yəni bu özü bir rəvayətdir. Çünki Quran-ı Kərimin düşünürəm ki, bu günlərin Məkki, Mədəni surələrə ayrılması və s. ifadələri təfsir üsulunda sonradan qoyulmuş bir məsələlərdir. Amma əslində Quranın bu cürdə gəldiyi düşüncəsi daha yüksək hakimdir. Sonra salam İnşaat bəy, olmazdı ki, hər müsəlman öz dilində Quran oxuyardı və ya duaları ömçün. Əlbəttə olar. Niyə də olmasın ki? Sonra qoca qartal yazır ki, mən heç bir dinə inanmıram, yəni heç bir din Allahdan gəlməyib, Allah bu boyda səhv eləməz mənim əzizlərim, amma yəni Allah səhv eləməyib, biz onu anlamamaqda öz səhvimizi dinə sirayət elətdiririk. Quranda Rəsul sözünün mənası nədir? Rəsul sözünün mənası Quranda elçi deməkdir. Dostlar, indi yekunlaşdıram, inşallah başqa yenə də canlı yayınlarda söhbətlərimizi davam elətdirərik. Suallarınız olarsa, bu YouTube kanalının videonun altına, bu bilirsiniz ki, YouTube'da qalır. Oraya yaza bilərsiniz. Facebook'um artıq aktivdir. Suallarınızı ora qeyd eləyə bilərsiniz. Bunları hamısını yazacağım, cavablandırmağa çalışacağım. Instagramdan yaza bilərsiniz.
Artıq TikToka da baxıram o mesaj bölümünə. Həmin orada öz düşüncələrinizi yaza bilərsiniz. İndən təşəkkür edirəm hər birinizə. Var olun, gecəniz xeyrə qalsın.